Bugünkü imtahanın testlərinin davamının izahını verim. 82 nömrəli misal. 256 səhifəlik sənədin hər səhifəsində bu sayda simvol və bu qədər şəkil var. Baxaq. Və hesablayaq. 256 səhifəlik sənədin x sayda simvol, yəni hər səhifəsində var deyə biz deməli toplam cəmi 256-ya vurmalıyıq. Yəni 256 208 şəklində yazacağam. X sayda simvol hər biri ASCII standartındadır. Burada bitlə verib deyə. Gəlin belə eləyək. Ya ikisində byte eləyək, ya ikisində bit eləyək. ASCII-ni byte olaraq götürsək, üzərinə gələcəm. 4 vur 2 üstə 20-ni bölməliyəm nəyə? 8-ə. Yəni 2 üstə 19. 2 üstə 19 da bu elədir. X vuru üstə gəlsin 219 vur 256 bərabər olmalıdır nəyə? 129 megabayt. Düzdür, 129-u 128 üstə gəl 1 kimi də yaza bilərik. İndi hələ ki hesablayaq. Megabaytı bayta keçirmək üçün 2 üstə 20 yaza bilərik. Və hesablayaq. 256 2 üstə 8-dir. 2 üstə 8 ilə 2 üstə 20 gedəndə 2 üstə 12 qalacaq. 2 üstə 19 üstə gəlsin x bərabərdir. 129 vur 2 üstə 12. X də bərabərdir. Gəlin belə eləyək. 129-u 128 üstə gəl 1 kimi yazıb 2 üstə 12-yə bölək. Çıxaq bunu x almaq üçün. Buradan da görünür ki 2 üstə 7-ni 2 üstə 12-yə böləndə qüvvətlər toplanır. 2 üstə 0-ı 2 üstə 12-yə böləndə qüvvətlər toplanır. Çıxılsın 2 üstə 19. Bunlar islah getdi. Qaldı 2 üstə 12. Biz də bunu bilirik ki 4096-dır. Cavab 4096. 83 nömrəli misal. Proqramın icrasında 81 ədədi çap edilərsin. Bu son vaxtlar tez-tez OTK sınaqlarında 20 nömrəli 20 variant kitabında da qeyd olunan misal tipidir. Həm Python-a, həm də ki blok sxem şəklində görüntüsünü verirlər. Hesablayaq. Proqramın icrası nəticəsində 81 ədədi çap edilir. Baxıram ki, S nədir? 81. S-in ilk qiyməti nədir? 1. N dəyişəni üçün daxil edilə biləcək ən kiçik ədəd. Bunun üçün 81-dən 81-i almaq üçün neçə dəfə 3-ə vurulub? 4 dəfə. Çünki 3 üstü 4 neyniyər? 81 eləyər. Deməli 4 eləyir dövrlərin sayı. Dövr sayı 4-dür. Deməli 4 dəfə n-in üzərinə 17 gəlinəcək. N-in ilk qiymətini bilmirəm. Üzərinə 4 dəfə 17 gəlinəndə ən kiçik qiyməti istəyirsə və artımdırsa, ən tez dövrdən hansı halda çıxar? N kiçik və ya bərabər 272 olanda dövrdə qalır. 273 olsa dövrdən çıxar. N0 bərabərdir 273 çıxılsın. 4 dəfə 7 mi? 28, 4, 68, 5, 6-dan 6, 0, 205 qiymətində. Cavab 205. 84 biraz düşündürücü sual idi. Bu tip misallarda bizdən çox vaxt A and not B kimi bir nəticə istəmirdi. İndi görək burada nə istəyir. Baxaq. A and not B və mən baxıram ki, üçünün də kəsişməsi var. Deməli, mən Euler-Venn diaqramını üçünün də kəsişməsi üzərindən qurmalıyam. A, B, S. A and not B haradır? A-nın özünün
B-dən başqa digər bütün hər yerlə kəsişməsi. Yəni bu hissə baxın, biraz rəngi fərqli götürün. Baxın bu hissə buradan B-dən başqa. Bu hissə bizə nəyi verir? Riyaziyyatda bunların düstur açılışı var. Amma mən düstursuz halı ilə görüntü olaraq izah eləmək istəyirəm. Bu nəyə verir? A-nın B-dən çıxılmağını. Daha doğrusu A-dan B-nin çıxılması. A-nın B-də olmayan elementi. Deməli mən bu hissəni tapsam, bu ortadakı hissəni, A ilə B-nin kesişməsini tapsam, cavabı tapmış olurum. Çünki A-ya 500 verilib, B-yə 700 verilib, C-yə 400 verilib. Hamısının birləşməsi 1300-dür. B və C-nin kəsişməsi. Baxın, bunların hamısını rəngləndirim. B ilə C-nin kəsişməsi buranı verir. Bir dəqiqə sarı rəng. Hə. Bu ortanı. B kəsişir C nəyə bərabərdir? Əlbəttə ki, onlardakı element sayı 100-ə bərabərdir. A ilə C-nin kəsişməsi 70-dir. 70-dir. Hamısının kəsişməsi neçəni verib? 20-dir. Deməli, bu hissə 20-dirsə, bu hissə, bu qalan hissəsi 80-dir. Bu hissə isə 70-dirsə, bu hissə 50-dir. Bizə qalır, baxın, bu sual. Bunun üçün belə bir düstur var. A, B və C-nin kəsişməsi üstə gəlsin A, B, C-nin birləşməsi bərabərdir. Deməli, A-dakı element sayı üstə gəl B-dəki element sayı. Bir dəqiqə. A-dakı element sayı. Mən ta n-lə yazmıram eyni şeyi. B-dəki element sayı. Üstə gəl C-dəki element sayı. Çıxılsın A ilə B-nin kəsişməsi. Çıx A ilə C-nin kəsişməsi. Yəni bütün ikili kəsişmələr. Bu ifadə çıxılsın. Çıxılsın B ilə C-nin kəsişməsi. Yəni hərəsinin elementləri cəmi, tək-tək sayları cəmi çıxılsın, qoşa-qoşa kəsişmələri bərabər olmalıdır. Üçünün də birləşməsi, üstəgəl üçünün də kəsişməsi. Üçünün kəsişməsini bizə verib 20. Üçünün kəsişməsi 20. İkisini də birləşməyə başlayın. Üçünün də birləşməsi 1300 bərabərdir. A, B, C ayrı-ayrılıqda 500, 700, 400 çıxılsın. İkili kəsişmələrdən biri yoxdur, fikir verin. Onun yerinə x qoyacağım. Çıxılsın 100, çıxılsın 70, çıxılsın nə? X. Bunu hesablayaq. Yuxarıdan yazın. Min 300-lə 500, 700, 1200 elədi. 1200. 1200-lə 1300-ü çıxsam, burada 100 qalacaq. 100-lə 400, bu da 100-ü çıxsam, burada 200 qalacaq. 70-i bu tərəf, 20-ni bu tərəfə gətirsəm, x-i bu bir tərəfə qaytarsam, x bərabərdir. 200 çıx 90 qalacaq, yəni 110. X-imiz 110-dur, diqqətli olun. X dediyim bu sual deyil, buradır, bütöv. 110-dan da 20-ni çıxanda cavab eləyir 90. Tapdıqmı buranı da 90? Əslində biz burada birbaşa x-i tapmamız kifayət idi. 110, deyək ki, bura 110-dur. Bura 110-dursa, 500-dən 110-a çıxacaq. 400, 390. Cavab eləyir 390.
Biz elə bil ki, A ilə B-nin kəsişməsini tapmalıydıq. Hər şey verilib. Bir dənə A ilə B-nin kəsişməsindəki yuxarıdakı hissə. Ümumilikdə oranı x yazmışdım. Yəni 90-dan 20-ni birlikdə. 110 tapdıq. 500-dən də həmin ifadəni çıxanda qalır 390. Ətraflı cavab tələb edənləri ayrılıqda izahını verəcəm. Burada yanında qeyd olunub, qeyd olunmağına mən fərqli rənglə sizə təqdim edeyim. A bərabər -4-dür. B bərabər 9-dur. A-ya, B-yə elə bu versiya çox rahatdır. -4 4-dən kiçikdir. A-nı 2 artıracağım. -4 idi, bu da 9 idi. 2 vahid artıracağım. Olacaq -2. B-ni 1 vahid azaldacağım 8. Yenə qalxıram dövrün şərtinə. -2 hələ də 4-dən kiçikdir. Üzərinə 2 gəldim. 8-i 1 vahid azaltdım. 0 hələ də 4-dən kiçikdir. 2. Bunu da 1 vahid azaldırıq. Diqqətli olmaq lazım sadəcə. 2 hələ də kiçikdir. 4. B-ni də 1 vahid azaltdım. 5. Təzədən gəldim dövrə ki, 4 4-dən kiçik deyil, çıxdım. İndi burada son şərtli dövr gəlir. A-ya, B-yə deyək. A neçədir? 4, B neçədir? 5. İndi birinci 5-ə azaldıram 4. A-nı artırıram 6. B 1-dən böyükdürmü? Bəli. B-ni azaldıram 3. A-nı artırıram 8. B hələ də 1-dən böyükdür. Azaldıram 2. Bu oldu 10. 1. Axı 2 1-dən böyükdür, ona görə yenə qalxdım. B-yə 1 qaldı. A-ya nə qaldı? 12. İndi B-yə 1 aldım, A-ya 12 aldım, düşürəm. 1 1-dən böyük deyil. Keçirəm, A-nı çapa ver deyir. A-nın qiyməti 12. Peki. Çox böyük idi, bunu hissə-hissə əlavə edim. 3 cədvəlin bir-biri ilə əlaqəsindən əsasən tapmaq lazımdır. Deyir ki, Mehdi Abbasov küçəsinin sakinləri cəmi neçə dəfə bu kitabxanada Agatha Christie'nin əsərlərini götürüb, oxumağa götürüb də müəllifi olan. Agatha Christie'nin müəllifi olduğu əsərlər. Baxaq. Yox, bir dəqiqə. Üzərində qeyd eləmək üçün əlavə edək. Birinci Mehdi Abbasov küçəsində yaşayanları tapaq. Mehdi Abbasov küçəsində yaşayan sakinlər biri burada oxucunun bilet nömrəsi A11-dir. Mehdi Abbasov A22-dir. Deməli, Mehdi Abbasov küçəsində bu iki nəfərin məlumatları var. İndi Agatha Christie'nin bunlar olsun oxucu. Agatha Christie'nin əsərləri. Agatha Christie. 56 nömrə 10 zənci balasıdır. 35 nömrə zəhərlənmiş qələmdir. 75 nömrə natamam portretdir. İndi. Buradan tapaq. Oxucu A11 görək Agathanın hansı əsərlərini oxuyub. A11, bir də A22. A11 burada, burada, burada. A11 və 22-ləri tapıram. Düzdürmü? İndi bunların içindən 56-35 olanları seçəcəm, qalanların yox. 56, 35, 56,
56, 35, bir də bağışlayın, 75 də var idi. 56, 35, 75. Bunların içindən seçirəm yalnız. Yəni A11 və A22 ə, kodlu oxucuların oxuduqlarının içindən 56, 35 və 75-i seçirəm kitab aidi olaraq. 56, 35, 56, bir də 75. Deməli neçə kitab? 4 kitab. 87 nömrəli misalını izahını verim, digərləri növbətində. 64 simvollu əlifbada kodlaşdırılmış sözlər və onların informasiya həcmi uyğun olaraq tapın. Belə tip misallarda iki cavab nə versiyada ola bilər? Biri bitlə, biri byte-la. Məsələn. Burada da onu nəzərə alıblar. Deməli, 64 simvollu əlifbada bilirik ki, bir simvolumuz 6 bit yer tutur. Book sözündə 4 hərf var deyə 6 bitdən 24 bit və ya 8-ə bölsək 3 bayt. Baxaq, 24 bit də var, 3 bayt da var. 1, B, C. Programming sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11, hər biri 6 bitdən 66 bit. 8-ə bölünən ədəd deyil, axtarmayın qalan. 2D. Keyboard sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8. 3, 5. 8 dənə. 8-i vururam 6 bitə. 48 bit və ya 8-ə də bölsəydim 6 bayt. Fikir verin, A variantı ilə də Y variantı buna uyğun gəlir. Bununla da bu videonu yekunlaşdıraq. Növbəti videoda ətraflı izah tələb edən misalların izahını paylaşacağım. Sağ olun.